Əvvəla, hər birinizi ailəsindəki balaca fidanları 1 iyun Uşaqlar Günü münasibətilə təbrik edirəm. Bütün uşaqlara sülh şəraitində atalı, analı, xoşbəxt, firavan böyüməyi arzu edirəm. Mən də xarici ölkədən özümü çalışıb 1 iyuna qədər evə çatdırdım. Çox sevinirəm ki, uşaqlarıma qovuşdum və atası ilə belə bir qərara gəldik ki, onları şəhərin gözəl məkanlarından biri Biogardena aparaq. Yaxşı ki, bu məkan var. Orada biz ləziz yeni meyvələrdən yedik, gilas, albalı. Uşaqlar çox əyləndi. Budaqdan o meyvəni dərib yemək çox zövq verir. Albalı Həmçinin cəşətdir. bəzi heyvanlar, quşlar, dovşanlar xoş təəssürat bağışladı. Və orada həmçinin yeni uşaqlar üçün qumda oynamağa və yaxud da ki, başqa bir əyləncə şəraiti yaradıblar. Və uşaqlarım çox əyləndi, xoş təəssüratlarla ayrıldıq. Yenə də deyirəm, hər bir uşaqların bayramı mübarək olsun.